Birinci səviyyəni udmaq üçünsə sadəcə olaraq partiya, taktika işlətməniz lazım deyil. Sadəcə təməl gedişləri oynamalısınız. Məsələn, Y4 gedişini. Y4 gedişi və sizə qarşı Y5 oynayarsa, at F3 ilə ona qarşılıq verirsiniz. Həm Y5 piyadasını burada müdafiə edir, Y5 piyadasını burada hücum edirik. O isə at C6 gələrək öz piyadasını qoruyur. Fil C4 və bu açılışın adı da İtalyan açılışı adlanır. İtalyan açılışında sadəcə olaraq əsas olan gördüyünüz kimi İtalyan açılışında fil C4-də əsas olan fil C5 gəlmək və yaxud da fil C5 yerinə at F6 gəlmək deyə bir gediş var. Burada əslində fil C5-ə bizdə C3 oynaya bilərik, qalqırma oynaya bilərik. Amma C3 yəni artıq bilmirsinizsə, C3 sadəcə olaraq ən yaxşı gedişi tərif olunur. Amma ən yaxşısı qalaqurmadır. Burada qalaqurma oynuyorsunuz və böyük bir üstünlük əldə edəcəyik gələcəkdə. Çünki birinci səviyyədə açılış bilmənizə gərək yoxdur. Sadəcə olaraq o sizə fiqurlar fəda edəcək və siz də maddi olaraq onu udacaqsınız.